Nahardan sonra idi, günorta. Nahardan sonra idi, 4 yarımda uşaqlarla, çalışan uşaqlarla. Çalışan, çalışmayan hamısı Türk idi, hamısı həmvətən idi. Təbrizin Rastafissə məntəqəsindən, Bazar tərəfindən, Sentr tərəfindən başlandı. Biz gəldik, Fərmandarı Azərbaycan. Orada mənim təsvana gözlərinə ispireyi də vurdular. Bir boğuntuda oldum, sağ olsun, bir dostum var idi. O elə yapışdı, özü də elə bərhal idi. Sonra da elə üstü qabağında idi, həşqabərzat da vurmuşdular. Gətdi, çəkdi məni bir yerdə, yüzgahını yürüdü, qoydu dükanlarımızın birinə, uşaqların dükanlarının birinə. Da mən dözənmədim. Sonra gördüm, tamam, həmvətənlərim, dostlarım hamısı oradadılar. Kötək altındadılar bu qollarım. Elə şeylər gördüm ki, gözüm bağlandı. Gəldim, başladıq, təzahürat başlandı, getdi. Ta və sonra abdəsanaca. Şüarımız nə idi? Bundan başqa birinə tohin eləmişik. Biz o birlərə fəydərək ki, birinə tohin ediyor. Şüarımız bu idi. Haray, haray, mən Türkəm. Türk qardaşım, sən də gəl. Bunlar bizim haqqımız şüarlarımızdan idi. Gəldik abdəsana. Getdik danışqaq qabağına. Ki, o biri qardaşlarımıza, bacılarımıza da yetirək. Sonraları saxlamışdılar boğuntuda. Düşmüşdülər canlarına, şər qruplarına, hakimiyyətin nizam-intizamısından tutdu, bəsicisindən tutdu. Düşmüşdü onlarla birləşdik, yenə qayıtdıq. Gözümüzlə gördük, hətta uşaqlarda da sənədlərdə vardı ki, öz bəsiciləri, öz hakimiyyətləri. Bu tayda bir dənə banc var idi, bancı bəsiciyan, Tozi bəsiciyan. Buna heysət olmadı, gəldilər bu biri tayda bancı sipəhi vurdular, otladılar, şişələrini sındırdılar özləri. Qəşəhdə mindilər, maşınlarına getdilər. Polis özü də durub baxırdı. Sonrası da saldılar millətin başına. Bəli, millət belədir, jürişlərdir. Tanki oldu saat 7:30, axşam 7:30, yolun bağlıydı gedən evimizə tərəf. Bir dostum baba dedi, gəl gedək bizə, səhər çavurdan da qaydarıq, gedərək bazara. Biz elə evə gedə-gedə, bir iləndən elə adamın başına bir çəkiş vurarlar, gizəllənən yıxıla yerə. Bir dənə o cür zərbə vuruldu mənə, dostum da məndən bir 2 metr fasiləli idi. Bir anda gözlərim bağlandı, elə onu bildim ki, yatdım yerə. Demə dostum da belə-beləmə tərifləyir ki, səni belə gördük, qan səpələndi, üzündən tərəf, yıxıldın yerə, səni götdük, çox da ağır idin. Sonra siz zərbə ki, dəyər adam biraz bihuş olanda yıxılır yerə. Uşaqların biri özünü atır maşın qabağına, hətta bir dənə maşın da saxlayan biri, yəni. Məmurlar özləri batımla, güllə ilə düşmüşlər cəmaatın canına. Atır maşının qabağına, qıçı da vurur, sınır. Mənim incücünə mindirirlər maşına, aparırlar Şəhriyyə Bimarstanına, elə çay kənardadır, tanınmış bir yerdə. Oranın özünə yetişməmiş polislər dostuna deyirlər ki, bunu ötür, bu gəl elə burada ölər. Batımı qozu ilə göyə vurarlar başına, dostum da başını çıxardı pəncərədən deyir, vurmasan, nədir, namətsən yəni vurmasan, eybi yoxdur, vur mən də buna tay olum. Bəli, indi Allah bilir, ürəklənib, nəzir olub, məmur qovub gedər. Gediblə içəriyə, getdik içəridə, ondan o ailəsi mən bilmədim, ta 12 gün. 12 gün, 3-cü, 4-cü gün belə şey eşitmişəm, çəp gözünü yəni boşaldırlar. Çəp gözünün içində də 30 danaya yaxın saçma var idi güllə. İndisi də 12-13 dana var. 2 ay, 3 ayda əlbədə bir köməklik edən, minlər sözlər verdilər hakimiyyətdən. Biz elə elərik, belə yollarıq, filan məmləkətə belə düzələsən, heç bir olmadı. Getdik, dolandıq, axırda da dedilər, gələk dözəsən. Ta indi gəlib çatmışıq buraya. Bimarstanın özündə də hətta gecə saat 3-də İmam Bimarstanında, İmam Xümeyni Bimarstanında mənim başımın üstündə gəlirlər, bir nəfər var idi ki, məndən müvazibət ruh edirdi. Bu da o tərəfə getmişdi, su içmağa görə tərifli idi. Deyirdi, gəldim, gördüm, bir tərvən azad bir nəfər gəlmişdi ki, əlin salmışdı cibinə, sənin Serinovun dövrəsində fırlanırdı.
Hey baxırdı o Əlbələ əlini salmışdı cibinə. Biz min gücündən özümüzü o əlini çatdırdıq, çünki gecə idi səs salmaq da olmurdu. Elə gəldik çatmaq ona demişdi ki, mən gəlmişəm bunu görəm dostlarımdanam. Bunlar da kart istəmişlər uşaqlar, bu kimdir? Yoxlar, kartını göstərmişlər, görmüşdülər ki, bəli, sipah uşaqlarındandır, özürlərin sipahlarındandır. Gəlmişdi, məsələn, əyadətə, ta o dünyada əyadətə deyəcək. Ki, qoyub qaçmışdı hətta. Bu cəryanı deyirlər oranın hərasəti nəfs sabahsından 3 dənə neyv-intizami sərbaz verir başının üstünə, 3 dənə kül. Verir başının üstünə ki, qalsınlar. Bunlar öz işlərində də hələ dərgi edirlər. Görün, nə millətin canına düşürlər, nə hal yandıracaqlar millətə. Min gücünə, uşa gəldik 12 gün sonra bu Əlbələ getdik. Hain ki, gəldik, çatdıq bura. İndi düz qalır, bir aya yaxın qalır, mənim il bölümüm yetişsin. Mənim bir yüzümə də baxsaq bir salım yeri yoxdur. Bu qisməti görürsünüz, yaxından yarım metrdən batın çəkilib yüzündən, möhkəmdən. Bu biri gözümə də baxsaq, şeyləm çox rahat baxsaq, boşalıbdır. 30 danaya yaxın güllə var idi içində. Bu birinin də dalısında 2 dənə saçma vardı ki, qoymur, qan yetişə. Küçü bir peles olur, elə şilankın üstünə əlaq qoymuşsan, qan yetişmir gözə, su yetişmir gözə. Döktürlər də burada dedilər, mütəəssifانə İranda döktürlər və vaxt tərpəşib və bir iş görmək olmaz. Bu saçmələr pis yerlərdir, vuran pis yerdən vurubdur. Yəni hesab elə